Marneuli Bələdiyyəsinin Qızıl Hacılı kəndində Həzrət Məhəmməd Peyğəmbərin əziz qızı Həzrət Fatimə Zəhranın şəhadətinin ildönümü münasibətilə anım mərasimi keçirilib. Qızıl Hacılı İmam Həsən məscidinin təşkilatçılığı ilə baş tutan mərasimdə Marneuli şəhərinin imam cümələri, İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət şöbəsinin rəhbəri Məhdi Səadət Nejad, bölgə ruhaniləri və inançlılar iştirak ediblər. Tədbir məscidin axundu Kərbəlayı Fuad İsayevin günün mahiyyəti və fəlsəfəsini əhatə edən qısa giriş nitqi ilə açıq elan edilib. Ardınca İranın Ərdəbil vilayətindən olan İmam Cümə Hacı Yasir Baqiri çıxış edərək Peyğəmbər qızının pak həyatından qaynaqlanan etiqadi, əxlaqi və ictimai mesajlar haqqında xütbə söyləyib. Sonra dəvət olunmuş məddah Hacı Əhəd Xani Qurani Kərimdən bir neçə ayət tilavət edib, rozə və mərsiyələr səsləndirib. Mərasim ehsan süfrəsi ilə davam edib və ölkə, eləcə də dünya müsəlmanları üçün edilən dualarla yekunlaşıb.